بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله صلى الله وسلم عليه وعلى آله وصحبه أجمعين. اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما، وأصلح لنا إلهنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. أما بعد فإن Həqiqətən, mübarək Ramazan ayı axirət mövsümlərindən olan böyük bir mövsümdür. Bu ayda xeyir və qazanc əldə edilir. Dərəcələr ucalır. Günahlar və xətalar bağışlanır. Bu ayda uca Allahın böyük bəxşişləri və mükafatları vardır. Buna görə də Allahın lütfü ilə mübarək Ramazan ayına çatan, onun fəzilətli günlərini və bərəkətli gecələrini dərk edən müsəlman, bu ayın xeyir və bərəkətlərindən faydalanmağa çalışmalıdır. أن يحرص على اغتنام خيراته وبركاته فإن أيامه معدودات. Çünki onun günləri sayılıdır və çox tez keçib gedir. Necə ki bir neçə gün əvvəl onun gəlişinə sevinmişdik, elə bir neçə gündən sonra da onu yola salacağıq. Buna görə də insan öz nəfsini islah etməli, bu qiymətli vaxtları qorumağa çalışmalı, onları xeyir və itaətlə doldurmalı, gözəl şəkildə uca Allaha yönəlməlidir. O, orucunu qorumağa, itaətlərini mühafizə etməyə və bu mübarək ayın vaxtlarını salih əməllər və Allaha yaxınlaşdıran pak itaətlərlə doldurmağa səy göstərməlidir. Bu əzəmətli və mübarək mövsümü necə dəyərləndirmək haqqında qiymətli və faydalı bir risaləni birlikdə oxuyacağıq. Bunun üçün əvvəlcə Ramazanın fəzilətlərini və xeyirlərini, həmçinin orucun və gecə ibadətinin fəzilətlərini xatırlayacağıq. Həqiqətən, uca Allah öz kitabında qullarına Ramazan orucunu fərz etmişdir. Peyğəmbər, Allahın ona salavat və salamı olsun, ümmətinə Ramazan gecələrini qiyamda keçirməyi sünnə etmişdir. Səhih hədisdə Peyğəmbər, Allahın ona salavat və salamı olsun buyurmuşdur. Kim iman edərək və savabını Allahdan umaraq Ramazan gecələrini ibadətlə keçirərsə, onun əvvəlki günahları bağışlanar. Bu, Ramazanın günlərini oruç tutmağa və gecələrini isə ibadətlə keçirməyə bir təşviqdir. Buna görə də, müsəlman bu fəzilətli vaxtları dəyərləndirməlidir. Qeyd etdiyim kimi, qarşımızda bu mövzuda Ramazanın axirət mövsümlərindən olan böyük bir mövsüm olması və hər bir müsəlmanın onu ən gözəl şəkildə dəyərləndirməsinin vacibliyi barədə qiymətli bir risalə vardır. على كل مسلم أن يغتنمه خير اغتنام. فنشرع في قراءة هذه الرسالة. Bu risaləni oxumağa başlayırıq və uca Allahdan diləyirik ki, onun müəllifini, mənim əziz atamı ən gözəl şəkildə mükafatlandırsın, onun dərəcələrini ucaltsın, ona gözəl savab versin və hamımızı bu ayın xeyir və bərəkətlərindən bəhrələndirsin. Həqiqətən, o duaları eşidəndir, ümid edilməyə layiq olandır və o bizə yetər, o nə gözəl vəkildir.